Birinci sualımıza baxaq. Birinci sualımız odur ki, Shift sola düyməsi vasitəsilə hansı əməliyyat yerinə yetirilir? Ümumən yadımızda saxlamaq lazımdır ki, Shift düyməsi Word-də seçmə əməliyyatını yerinə yetirir. Shift düyməsi seçmə. Yəni nəysə seçir. Və burada sola düyməsi verilibdir. Shift sola düyməsi kursordan sola bir simvolun seçilməsi üçün istifadə olunur. Kontrol düyməsi, kontrol düyməsi kursoru hərəkət etdirir. Kursoru hərəkət etdirir. Kursoru hərəkət etdirmək nə deməkdir? Bizim Word-ümüzdə bilirik ki, kursor var. Kursor dediyimiz ekranda yanıb sönən nöqtədir sənəddə. Daxil oluram bir sənədə və sənədimizdə görürəm ki, belə bir yanıb sönən nöqtə var. Bax, bu. Bax, bu. Yanıb sönür. Yazıram salam ifadəsi. Nə oldu? Artıq kursor ən sonuncu dayandığı simvolun yanında olur hər zaman, sağında olur. Mən indi gəlirəm, Shift sola düyməsini klikləyirəm. Bax, özündən solda bir simvolu seçdi. Amma Ctrl sola düyməsi isə gətirir kursoru sətrin əvvəlinə, sözün əvvəlinə. Demək istədiyim nədir? Bilin ki, harda Shift-dən bağlı düymə gördüsə Word-də, deməli orada seçmə əməliyyatı yerinə yetirilir. Cavablardan seçmə olanları seçirəm. Y variantını çıxdım, təkrarını almağa çıxdım, B variantını çıxdım. Seçilməsi ilə bağlı olan bir A-dır, bir də C-dir. Shift sola düyməsi yalnız bir simvolun seçilməsi üçündür. Cavabımız oldu A variantı. Növbəti baxıram ikinci suala. Cədvəldə sağda yerləşən xanaya keçid üçün hansı klaviatura düyməsindən istifadə olunur? Cədvəldə sağda yerləşən xanaya keçid üçün istifadə olan klaviatura düyməsi tab düyməsidir. Gəlin ilk öncə biz bir dənə cədvəl yaradaq. Cədvəl yaradıram. Insert-ə daxil oluram və table hissəsinə cədvəlimi yaratdım. Yadımızda saxlamaq lazımdır ki, mən xanalar arasında kursorumu idarə etmək istəyirəmsə, tab düyməsindən istifadə edirəm. Bax, tab düyməsi. Tab düyməsi. Bir də var Shift tab düyməsi. Shift tab sola doğru hərəkət elətdirir. Yəni tərsinə. Görsən, sola gedir. Bu Shift tabdır. Bir də var ki, əgər mənim kursorum ən sonuncu xanada olarsa, bax, ən sonuncu xanadadır. Tab düyməsini basdıqda yeni sətirlər meydana gəlir. Bax, ən sonuncu xanadadır kursorum. Tab düyməsini klikləyirəm, yeni sətirlər meydana gəlmiş olur. Bundan əlavə olaraq, əgər cədvəlin kənarındadırsa kursor, Enter düyməsini kliklədikdə də yeni sətirlər meydana gəlir. Bax, bir daha edirəm, bunlar önəmli məlumatlardır. Əgər cədvəlin kənarındasansa, sən Enter düyməsini klikləyirsənsə, yeni xanalar meydana gəlir. Amma xananın daxilində ən sonuncu xanada olanda tab düyməsini kliklədikdə, bu zamanda yenə də xanalar meydana gəlmiş olur. Yəni, cədvəlin kənarında Enter düyməsidir. Bax, bunu yazıram. Cədvəlin kənarında, cədvəldən kənar, Enter düyməsi, kənar, Enter düyməsi yeni xanalar əmələ gətirir. Amma cədvəlin daxilində tab düyməsi yeni xanalar əmələ gətirir. Bu da oldu bizim ikinci sualımız. Gəlirəm üçüncü sualımıza. Word 2019 proqramında minimum miqyas nə qədərdir? Ümumən, Word-də miqyas 10 ilə 500 arasında dəyişir. Miqyas dediyimiz səhifəni yaxınlaşdırıb uzaqlaşdırmaqdır. Mən bax, gəlirəm, bu aşağıda zoom hissəsi var. Uzaqlaşdırdım, yaxınlaşdırdım zoomdan. Ən kiçik 10-dur, maksimum isə 500-dür. Bizdən də soruşur minimum. Minimum da olacaqdır 10. Növbətə gəldim dördüncü suala. Deyir ki, qrammatik səhvləri hansı xətlərlə göstərirlər? Word 2021 versiyasında mavi dalğalı xətlərdir. Qrammatik səhvlər. Qrammatik dediyim nədir? Qrammatik dediyim əslində belə deyim də, cavabda yaşıl dalğalı çıxıbdır.
Amma son illərdə mavi dalğalıdır. Burada ən doğru cavab mavi dalğalıdır. Bax, daxil oldum Word-ə. Belə bir ifadə yazıram. Yazıram ki, you is a ugly. Ugly. Belə bir ifadə yazdım. Bax, burada sözün leksik, orfoqrafik səhvi olanda, sözün yazılışında səhv olanda qırmızı dalğalı xəttlər çəkir. Amma ki, yeni bir sənəddə yaradım da. You is a, you is a ugly. Burada niyə A-nın altından xətt çəkmədi? A-nı silək görək. Yazım. Yox, you hardan işlənir də ingilis dilində? Mi Bəli, yazılmır. AR. Hə, A-dan işlənir. Hə. Burada niyə izin altından xətt çəkmədi? İzin altından xətt çəkməli idi. Çünki iz burada olmalı değildi. Müəllim, Mida. siz he a yazın da, he a. Ar eləyin. İyi Həcəm ar xanım, eləyim. da orada Hı hı. sizdə sönüb deyəsən o qrammatika. Məndə də var həmin Hə, funksiya aktiv. yəqin ki, hə. Baxın. Aşağıda baxın X-in yanında English United States yazılıb. Onun üzərinə iki dəfə vuranda çıxır orada. Üstünə iki dəfə vurun zəhmət olmasa. Aha, Hə, burada vurdum. aha üzərinə basın məsələn seçirsiniz, okey edirsiniz düzəlir. Qoy onda arın seçim. Arın üzərində dediyim görüm nə olacaq. Okey düyməsi. O funksionallık ümumidən sönülü olanda göstərmir. O sənəd fail hissəsindən Ona da tərəfdən baxdım. Normalda həmişə göstərirdi. Bu dəfə göstərmədi. Demək istədiyim nədir? Demək istədiyim budur ki, əgər sözün yazılışında səhv varsa, bu zaman qırmızı dalğalı xəttlər çəkir. Amma ki, qrammatik qaydasında səhv varsa, altından göy xətt çəkir. Göy xətt. Spelling and grammar-da belə göy xəttlər çəkir normalda. Okay. Yəqin ki, burada gərək ayarlardan oturum düzəldim. Bu belə. Mavi dalğalı xəttlər çəkmiş oldu. Növbəti baxaq. Burada nə deyir? Deyir ki, yalnız oxuma rejimində açılan sənəddə hansı işi görmək olmaz? Hansı işi görmək olmaz? Oxuma rejimi dediyimiz read moddur. Daxil oldum aşağıya. Burada read mod var. Görünüş rejimində read mod. Bu oxuma rejimidir. Testi bir də qoyaq kənar hissəyə görək hansı variantlar var. düzəliş eləyib yaddaşa vermək olmur da müəllimə məncə. Hə, Çünki açıq. çapa verə bilirsən, oxuya bilirsən, nə bilim. Adından bəllidir onsuz da. İndi bu bir dənə variantlara baxın. Belə bilmirəm, çünki bunlar yeni testlərdir. İndi sizdən işləyirəm bunları. Baxaq görək, deyir hansı variant olmaz. Mən bunu qoyum belə. Məncə D variantıdır. Elektron poçtaya göndərmək. Elektron poçtaya göndərmək. Mən fail hissəsindən daxil oluram. Buradan şeyh hissəsinə. Şeyh hissəsindən e-maildən göndərirəm. A variantı olar. Read mod zaten oxumaq deməkdir, oxumaq olar. Növbəti çap etmək. Bəli, printdən mən edə bilirəm. Düzəlişlər etmək və həmin fəaliyyətdə saxlamaq. Xeyr, düzəliş edəndən sonra həmin fəaliyyədə sən yadda saxlaya bilmirsən. Bəli. Mətni seçmək və axtarış aparmaq. Bəli, bu da olur. Mətni seçirsən, axtarış aparırsan. Gəlirsən, buradan tools hissəsinə find. Bəli, bu da olur. Amma ki, sən nə edə bilməzsən? Sən düzəliş edib həmin fəaliyyətdə saxlaya bilməzsən. Yalnız oxuma rejimində olanda artıq həmin fayda yadda saxlanılmır. Save as-ın artıq başqa tipdə yadda saxlanılır, yəni başqa formada yadda saxlanılır. 6-cı sual. Sənəddə abzasın sonunu bildirmək üçün hansı düymədən istifadə olunur? Abzasın sonunu deyir. Ctrl Enter deyil, Tab deyil, Print Screen deyil, Spacebar deyil, Enter düyməsi. Mən enter basanda yenə abzası keçmir məncə. Həm də abzasın sonunu bildirir. Ondan öncəki abzasın sonunu bildirir. Bax, Enter düyməsini klikləyəndə nə edir? Çaşdırıcı sual kimi verir. Çaşdırıcı sual kimidir, bəli.
Bax, Sadəcə olaraq düyməsi klikledikdə aşağı düşür də. gördüyümüz sözə çevirə Abzas. bilmirik də. Yəni bir də mənfisi odur bunu informatikanın. Neyniyə bilmirsən? Elə bil müəllim bildiyin şeyi söz formasına salır. O da biraz adamın beyni algılamır da. O gördüyün şeyi vizualı mətnə çevirə bilmirsən. İngiliscə Azərbaycanla tərcümə olunur ona görə. Hə, yəni Yəni bir abzasın dənə sonunu bildirməklə yeni sətrə keçmək eyni sözdür. Sadəcə bunlar o cümləyə yazıb görün başa düşür mənasını yazır. Abzasın Mən başa sonunu düşməmişdim. bildirməkdən yeni sətr eyni şeydir. Abzasın Hə, sonu və yeni sətr. Yəni burada əslində yeni sətr də yazsa daha düzgün olar. Yeni sətr. Yoldaşlar, Ctrl-Enter düyməsi Mən bilirəm burada A4 vərəqə kontrol belə edir. O yeni səhifəyə atmır. Bəlkə bunu demək istəyir bizə. Yo, yeni səhifə atmaq yox, abzasın sonu. Onda deyərdi ki, səhifənin sonu deyərdi də. Ctrl-Enter-da səhifənin sonu deyərdi. Bəli. Tab Belə düyməsi götürəndə ortada müəllim boşluğa abzasın mərkəz. əvvəli sualını da verə bilərik, yox? Çünki abzasın əvvəlini də bildirir axı. Enter vurdun, ikinci abzasın əvvəli, birincinin sonu. Asıl. Onu da deyər. Hər halda Bunlardan hamısında hər şey enter çıxır. götürülür. Ctrl-Enter nədir? Qoyun bunu yazım. Ctrl-Enter yeni A4 vərəqi yaradır. Yeni A4 vərəqi. Yəni yeni bir səhifə yaradır. Bax, buradan gəlirsən, Ctrl-Enter klikləyirsən, boş bir A4 vərəqə əmələ gəldi. Tab düyməsi 4 dənə boşluğu əvəz edir. Yazıram 4 boşluq. Cədvəl daxilində yox, adi mətn daxilində. Print screen screenshotdur. Space bardakı boşluqdur. Boşluq. Növbəti gəldik bu suala. F7 düyməsinin digər funksiyası nədir? F7 düymənin funksiyası orfoqrafik və qrammatik səhvlərin yoxlanılması üçün istifadə olunur. Burada da proofing-in üzərinə klikledikdə belə əmrin üzərinə yazılmalıdır. Spelling and Grammar'da bax F7 düyməsi. Funksional düymə. F7. Olacaqdır cavabımız Y variantı. Y. Növbəti gəldim 8-ci sual. 8-ci sual maraqlı sualdır. Burada 2 dənə page var. Bir çox tələbə qarışdırır ki, bu pagelər nə deməkdir? Yəni, bir dənə page verərdi də, nə üçün 2 dənə page verib? İndi bunun anlamını sizə edirəm. Bu tip suallar qəbullarda da olubdur. Bu nə deməkdir? Deyir ki, sənin 7 dənə A4 vərəqin var. 7 dənə A4 vərəqinin 6-cı səhifəsinin nömrəsi 19-dur. Bax, bir daha edirəm. Sənin 7 dənə A4 vərəqin var. Gəlirəm, çəkirəm. 3, 4, 5, 6 və 7. Deyir ki, bunun 6-cı səhifəsinin nömrəsi 19-dur. Yəni, bax, 6-cı səhifədə budur. Bax, yazıram 1, 2, 3, 4, 5, 6, 7. Yəni, 6-cı səhifəsinin nömrəsi 19-dur. Səndən tələb olunur ki, ilk səhifəsinin nömrəsini tap. Gəlirəm, yazıram, bu 19-dan əvvəl 18 gəlir, 17 gəlir, 16 gəlir, 15 gəlir, 14 gəlir. Gəlir düşdü 14-ə. Ona görə cavabımız olacaq B variantı. Bunun digər üsulu da var. Digər üsulu budur ki, məndən ilk səhifə istənilir. Deməli, page 1 istəyir də məndən, düzdürmü? Page 1. 6 ilə 1-in arasındakı vaid fərqi nəyə bərabərdir? 5-ə. Çünki 5 vaid əvvəl ötürür. Deməli, 19-dan da çıxacaqsan 5-i, səhifə nömrəsini tapacaqsan 14. Teman tutduq. Bəli, mən tutdum. Deməli, orada 7 o göstərir ki, ümumi səhifənin sayını göstərir. Nasıl? Ümumi səhifələrin sayıdır. 6-cı səhifəsinin nömrəsi də 19-dur. Səndən tələb olunur ki, ilk səhifəsinin nömrəsini tap. Bax, sən elə ki, page 1 istəyir də. Page 6 ilə page 1-in arasında 5% fərq var. Demək, 19-dan da nömrənin arasında 5% fərq olacaq. Olacaq 14. Sonra burada cavabımız B variantı. Növbəti gəlirəm 9-cu suala. Ctrl plus backspace hansı funksiyanı yerinə yetirir? Ctrl backspace. Bax, dedim ki, söhbət nədən gedir? Ctrl düyməsi onda, bax, yuxarıda da yazmışam. Kursorun hərəkətindən gedir. Kursorun hərəkətindən. Backspace nədir? Backspace silmək. Amma backspace özündən Y variantı, solda bir də elə variantı. Bəs yaxşı,
Bu soldakını sildi. Bəs delete Delete neyindir? sağdakı. Delete. Delete Sol, sayılır, delete də silir, sağdakılar. backspace Backspace soldakını. soldakılar. Uzun yoldaşlar olacaqdır. Kursordan sözün əvvəlinədək silir. Kursordan soldakı simvolu silən təkcə backspace-dir. Bilirik ki, kursordan soldakı simvolu silən təkcə backspace-dir. Bəs yaxşı. Kontroldan backspace-i kliklədikdə nə olur? Sözün əvvəlinədək sözü silir. Bax, bir daha bildirdim. Y variantı deyənlər. Bu təkcə Y backspace-dir variantı kursordan. demirdik. Backspace-dir o. Çünki kontrol Asol. seçəkdə orada kütləvilik var da. Bir Asol. də belə bir sol Asol. deyəndə də zaten Bax, sözün mən əvvəlini məsələn verir. bu sözdəyim. Control backspace-i kliklədim. Bax, sözü seçildi. Control backspace, control backspace, control backspace. Neynədir? Sözləri sildi. Yəni demək istədiyim budur ki, sözü silir. Söz silir. A, sol söz silir. Kursordan sözün əvvəlinədək silir. Delete-də də Növbəti sağa doğru söz silir onda. A, sol. Bəli, bəli. Delete-də də Control sağdakıları delete daha doğrusu. Hə. Bəli, bəli. Növbəti baxdım 10-cu suala. Sözün üzərində mouse'un sol düyməsini iki dəfə sıxdıqda. Söz seçilir təbii ki də. Bax, yadımıza saxlayaq. Uşaqlar. Mən orada 2 idi, 3, 4, 5-ə kimi çıxırdı. 5 olana mətn seçilir. F8 düyməsi 5 dəfə seçsəndə mətn seçilir. Kursorla eləyəndə bəs mətn seçilmir. Kursordan bir dəfə kliklədikdə söz seçilir. 2 dəfə kliklədikdə sətr Cümlə. seçilir. Səsini. Bax, seçmir. Görsən nə qədər klikləyirəm, mətn seçilmir. Bizim mətnimiz kursorun solda dayanmasında 3 dəfə basanda seçilir. Bax, bir daha bildirəm. Əgər kursorun mətnin daxilindədirsə, 2 dəfə kliklədikdə söz seçilir, 3 dəfə kliklədikdə sətr seçilir. 4-5 dəfə artıq klikləyə bilmirsən. Əgər sənin kursorun, bax, sol küncdədirsə, bax, bir daha bildirəm. Kursorun soldadırsa, bir dəfə seçəndə sətr seçilir. 2 dəfə vuranda abzas seçilir. 3 dəfə vuranda isə bütün mətn seçilir. Bunlar çox önəmli məlumatlardır. Bir daha bildirdim. Bu Bir dənə kənarda seçəndə olanda da solda. düzdür. Sol kənarda, sağ kənar demirəm. Bəli, Nə amma deyirəm? içəridə olanda Sol ayrı. kənar deyir. İçəridə olanda 2 dəfə vuranda söz seçildi. 3 dəfə vuranda belə bir cümləni seçdi. Sətr, cümlə belə seçilir. Yəni 2 və yaxud da ki 3 dəfə vuranda da, yəni bu kursor daxilindədir, yəni sözün daxilindədir. Amma mən gəlsəm, bax görürsüz bu mouse'umun düyməsini, soldadır. Bir dəfə vuranda sətrimi seçir. 2 dəfə vuranda abzası seçir. 3 dəfə vuranda isə bütün sənə seçilir. Buna aid testlərimiz çox da burada. Deməli, söz üzərində mouse'un 2 dəfə vuranda söz seçildi. Növbətə gəlirəm. Dəfə sözü 2 dəfə yazılıb. Nədir? 2 dəfə İki bax dəfə. burada yazılıb. 2 dəfə yazılıb. Bax 2 dəfə. Burada 2 sözü düşməyib, i ilə başlayır. Hı. 2 dəfə. Növbəti baxaq. 5-ci və maraqlı suala. Mən bunu istəyirəm sizə Word-də göstərim. Əlimlə də çəkərəm. Sadəcə istəyirəm ki, Word-də səliqəli alınsın. Əlimlə çəkəndə səliqəsiz olacaq. Insert-dən deyək ki, 5 sətr 5 sütundan ibarət cədvəl verilibdir. Daxil oldum table-a. Insert table-dan column sütun deməkdir. 5 dənə sütun. Rows sətr deməkdir. 5 dənə sətr. OK düyməsini kliklədim. Cədvəl yarandı. 5 sətr 5 sütundan ibarət. Birinci sətrin bütün xanalarını seçdikdən sonra merge cells. Merge cells xanaları birləşdirir. Yəni, mən artıq burada birinci sətrimi seçəcəm və layout tabına daxil olacağım. Buradan merge-dən merge cells əmrini klikləyəcəm. Bax, gör necə oldu. Sənin birinci sətrindəki xanalar birləşmiş oldu. Sonra deyir ki, üçüncü sətr seçilmiş və aşağıdakı əməliyyat icra olunmuşdur. Yəni deyir ki,
Gəl burada üçüncü sətri seç və aşağıdakı split series əmrini icra et. Split series isə xanaların daxilində xanalar yaradır. Yəni layout-a daxil olacaqsan, burada split seriesdən 10 yazacaqsan. OK düyməsi. Gör artıq necə oldu bax. Gör necə oldu? Seçdiyimdə 10 dənə xana yaratdı. Bir daha bildirirəm. Bax seçdiyimdə, bu seçdiyim üçüncü sətirdə 10 dənə xana yaratdı. Gördünüz mü? Deməli, split series nə edir? Split series xanalara ayırır. Amma merge series isə xanaları birləşdirir. Əgər ki, şərti sizə belə də verə bilərdi ya. Geri qaytarım bunu. Şərti mənə belə də verə bilərdi. Bura 10 yazardı, aşağıya 2 yazardı. Bəs bu zaman nə baş verərdi? OK düyməsini klikləyirəm. Artıq 2 dənə sətir yaratmış olacaq. Niyə? Çünki burada rows sətir deməkdir. Sətrin sayı 2 edir, kolumların da sayı 10 vermişdim. 10 edir. Yəni 10 dənə sütun, 2 dənə sətr. Çox qəşəng, çox gözəl sual tiplərindəndir. Sonra bizə deyir ki, sənin nə qədər xanan olmuş olacaqdır. Geri qayıdım, dən də geri qayıdım, dən də geri. Əvvəlki vəziyyətə gətirək. Sayaq görək xanalarımızın sayı nə qədər oldu? Yuxarıda bir dənə xana, aşağıda 5 dənə, elədi 6 dənə. Burada 10 dənə, 16. 16-ın üstünə 5 gəldim. 21, 21-in üstünə 5 gəldim. 26 dənə xana olmuş oldu. Ay 7 burada o da düşməyib belə bir yəqin ki. Baxın. Hə. 26 7. Yəqin ki bu 26-da o da düşmürdü. Cavab Y çıxıb. 26 çıxır da ondan başqa olmur çünki cavablarda da baxaq orada elə olacaq. Cavabları da baxın zəhmət olmasa. 7 7. 7 hə 26-dır da. Yəqin ki 26 del o. İndi baxaq 12-ci suala. Bir də kimsə sual veribdi. Mənim orada quş işarəsi. Hə, quş işarəsinin önəmi var. Quş işarəsinin önəmi budur ki, əgər sən məsələn seçirsən bax bu xanaları, düzdürmü? Əgər burada quş işarəsini ləğv edəsən, bu zaman sən sətir daxil edə bilmirsən. Bax. Burada artıq endirir tutaq ki 2-yə və yaxud da ki, dünənləri uşaqlarda o sualı vermişlər əyanədə. Göstərmişdik, həmin əmri seçməmişdi. Orada tərcüməsində deyir ki, bölməmişdən əvvəl birləşdir də. Birinci birləşdirirsən, sonra bölürsən. Yoxsa necə? Birinci birləşdirirsən, sonra bölürsən. Əslində bunun bir əhəmiyyəti yoxdur. Əslində böyük bir əhəmiyyəti yoxdur. Sadəcə bu əmr bəzən sətirləri icra eləmir. Yəni sətirlərin qabağına nə qoyur? O görünməz işarəsi qoyur. Yəni çox da böyük bir əhəmiyyəti yoxdur da misal məsələlərdən. Deyim ki, əhəmiyyəti var, böyük yoxdur. Mən bir də üzr istəyirəm. Bu mütləq seçmək lazımdır, yoxsa həmin kursoru qoysaq kifayət edir həmin boş sahəyə? Yox, seçmək lazımdır mütləq. Seçməsən, həmin tablar əmələ gəlmir. Bax, məsələn, mən bunu seçməsəm, split seriesimi necə icra edeyim? Olmaz axı. Bax, üzərindəyim. Görsən, merge series deaktiv oldu. Amma split serisi əlavə oluna bilər, hə, kursor olduğu halda. Split serisi əlavə olunur. Gördün, əlavə olundu. Hə, splitdən mi seçməsi olar, amma merge-də mütləq seçməliyik. Bəli. Merge yoxsa hardan bilsin nələri birləşdirsin? Belə. Baxaq 12-ci sualım. Deyir, klaviaturada Ctrl-Enter. Bayaqları Ctrl-Enter. Yeni səhifədir də o məcburən olur. Yeni səhifə. Yeni səhifəyə məcburi keçid. Ctrl-Enter-də kliklədim, yeni bir A4 vərəqi yaratdı. Yəni, yeni səhifəyə məcburi keçid adlanır. Növbəti. Hə? Məcburi keçid nə deməkdir ki? Yəni, nə mənada məcburi keçid? Azərbaycan dilinə tərcümə olunubdur. İngiliscə Azərbaycan dilinə. Əslində, yeni səhifə yaratmaqdır. Yeni A4 vərəqi yaradır.
Məcburi yeni keçid demək deyil. Yəni yeni bir səhifəyə keçid ha eləyir ha deməkdir. ha onu çaşdım ya ona göre. Anladım. Baxaq 13-cü suala. Hazır mətni cədvəl şəklində, hazır mətni cədvələ gətirirsənsə, insert tabıdır. Insert tabı. Bu nə deməkdir uşaqlar? Buna aid məsələlər də var. On üçüncü sual. Mən yazıram bura Günay Bayramova. Günay vergül Bayramova. Aşağısında da yazıram Aysel vergül Fərmanlı. Mən indi bu yazdığımı gəlib çevirəcəm cədvəl formasına. Insert tabına daxil oluram. Table'ın aşağısında yazılıbdır Convert text to table. Yəni sənin Konvertasiya, abidinində. mətnini cədvələ çevirir, bəli. Və arasında da deyirəm ki, olsun vergül işarəsi, okey düyməsi. Bax, gördün necə oldu? Çevirdim cədvələ. Günay Bayramova ayrı yazıldı, Aysel Fərmanında ayrı yazılmış oldu. Bunu necə Yəni edeyik? insert ancaq cədvələ çevirmək, yoxsa başqa funksiyalar da var buna aid? Nəyi? Insertun funksiyası çoxdur axı. O demək. Insertdən table length qrupu var. Table length qrupunun daxilində də convert text to table var. Yəni bu deməkdir ki, sənin mətnini cədvələ çevirir. Convert text to table. Mətni cədvələ çevir deməkdir. Bir də var, mənim cədvəli mətnə çevirir. Sonra indi onu deyəcəkdim. Bir də var, cədvəli mətnə çevirmək. Bu zaman istifadə olunur. Layout tabının daxilindəki convert text to text. Convert to text. Bəs bu nədir? Bu isə cədvəli mətnə çevirir. Convert to text. Yaxşı, cədvəli mətnə çevirmək nə deməkdir? Bax, bu mənim cədvəlimdir. Convert to text-i klikləyirəm. OK düyməsi. Bax, qaytardı əvvəlki vəziyyətinə. Cədvəli çevirdi mətnə. Bu layoutdadır. Bəli, bu layoutdadır. Bax, əgər səndən bunun tərsini istəsəydi, tərsini, yəni cədvəli mətnə çevirmək istəsəydi, cavabın olardı B variantı. Amma mətni cədvələ çevirmək olur insert tabında. Yəni cədvələ əlavə etmiş olduğumuza görə insertdir də əlavə et tabından işte. Bəzən elə şeylər olur ki, layout tabı çıxır. Kontekstual tab olaraq layout çıxır. İndi gəldik 19-cu suala. Məncə 19-cu sualı hamı yazar. Word 2019 nədir? Printlight. Mənim 14-də idi axı. 14-7. 13-dən sonra 14-də qaldı. 14-ü göstərib 19 demisiniz, onu deyəsən. 14-də cavab 7-dir, hadi. Hə, mən bəlkə 2019 oxuyub beynim 19 deyib. Hə. Hə. Təsəvvür edin, buna C yazırıq. Yox, elə təsəvvür eləmərəm. Y variantı deyirsiniz? Yox, Y deyil axı. Y deyil axı, sistem proqramı deyil axı. Yanlışdır. Fərdi kompüter mərkəz prosesori deyil Mətn ki. proqramı, mətn mən də axırını oxumamışam. Mən mətn sözüncə və axırını oxumamışam. Bax görürsüz? Hə. Y variantı deyil, yox, mürəkkəb sənədləri emal etmək üçün istifadə olunan mətn proqramıdır. Əslində mürəkkəb sənəd də deməzdi, yazardı sənədləri emal etmək üçün istifadə olunan mətn. Mürəkkəb biraz Çaşdırmalıdır da, ona görə mətn sözünü tez axtarırıq, ona görə onu verir. Çox dəhşətdir bu gün. Baxaq 15-ə. Mübadilə buferi bir neçə fraqmenti saxlaya bilir. Nədən istifadə olunur? Təbii ki də Home clipboardundan. Yoldaşlar, mübadilə buferi harda yerləşir? Home tabında yerləşir. Home tabında clipboard length qrupu var. Burada past əmri var. Bundan əvvəl olaraq da clipboard mübadilə buferi deməkdir də. 15-də oldu D variantı. 16. Deyək ki, mətn prosesori üçün aşağıdakılardan hansı doğrudur? Word proqramına A variantı yanlışdır. Niyə görə? Gəlin bunun niyəsini də sizə izah edeyim. Mən daxil oluram fayla. Faylın daxilindəki close-a. Close Word proqramını bağlamır.
Açıq Word faylı Sənədi bağlı. var. proqramını bağlamaq bilirsən, Ayşə, sənədini bağlayır. Word proqramını bağlamaq, ümumiyyətlə Word proqramından gedir söhbət. Word sənədindən getmir. Bu Word sənədidir. Bunlar sənəddir. Word proqramın özüdür. Proqramın özünü bağlayırsan, girənmirsən. O ayrı bir şeydir. Word sənədi yazsaydı doğru olardı. Proqram yox. Amma proqramı bağlayanda Alt F4-dür də, qısa yol səhv eləmirəmsə. Close düyməsidir o. Yox, ümumiyyətlə proqramı bağlayanda Word-ü Hə, bağlamaq Ayşə, hə. Word-ü Alt bağlamaq alt F4. düyməsi. O elə bu X deməkdir də. Bəli. Eyni funksiyanı yerinə yetirir close-dan. O da close-dur, bu da close-dur. Eyni funksiyanı yerinə yetirir. Yox, ümumiyyətlə çıxış eləmir də müəllim. Bir var ki, sənədi bağlayır, bir də var ki, Word-ün özünü bağlayır. Sən Word-ün özünü bağlayana nə dedin? Alt F4 ümumiyyətlə tamamilə bağlayır. Word proqramından ümumiyyətlə çıxır? Yoxsa Bəli, Word bəli. sənədindən çıxır? Yox, yox, bütün hamısını bağlayır, Word-ü bağlayır. Hətta kompüteri belə söndürmək üçün də istifadə olunur Alt F4. Hə. O barədə hə, amma ki burada eyni funksiyanı yerinə yetirmiş kimi olur da close-dan. Close bir dənə sənədə aiddir. Alt F4 də bir dənə sənədə aid olur da. Biz sənədlərdən bir-bir çıxırıq. Baxaq B variantına. Fayllara parol qoymaq əmri həm də save as pəncərəsindəndir. Biz dərslərimizdə bildirmişdik ki, həqiqətən də sənədə parol qoymaq üçün həm faylın infosundan istifadə olunur, həm də save as-dən istifadə olunur. B variantı da doğrudur. Parantil tool bizdə elə doğrunu istəyirdi. Oldu B variantı. Bir dənə Necə doğru variantlara bu idi baxmırıq də. da. Növbətə gəldim 17-ci sual. Nə soruşur ki 17-cidən? Düzgün olmayanı seç. B variantı doğrudur, Y variantı doğrudur. Müəllim, orada cavab enter çıxıb, amma A deyil ki. Düzgün olmayan lazımdır burada. Elə enterdir də, o iki abzası bölünür, axı 6 enter bayaqlar dedik, axı yeni iki abzası böl, o deyil. Yoxsa yeni sətrə. Necə bir səhifə yuxarı keçidir. D iki abzasa bölünür. Məntiqlə aşağı salırsa, hansısa yerdən vursaq iki abzasa bölünmüş olur da mətn. Elə onu deyəcəkdim ki, mətni iki abzasa bölür. D doğrudur burada. C də doğrudur. Rəqəm D klaviaturasını doğrudur, C də aktiv doğrudur. edir. Hamısı Bir doğru dənə yaxşı. burada yəqin ki seçmək şey olacaqdı da A, B kimi belə. A-nı bilmirəm, bir dənə page yapdım. Yox, Bax, yəni Məntiqlə. düz olaraq iki dənə cavab var burada. Yoldaşlar, Müəllim, bu enter səhvdə axı müəllim. Mətn iki abzasa bölməz onu. Sadəcə yeni abzas yaradar. Olar elə bir şey. baxın, mən page up-ı klikləyim. Bu olmadı ki. Page up da bir A-da doğrudur axı. 3-4 Orada dənə bunun hər doğru biri cavabı. doğrudur axı. Sualın Bir düzgün səhv qoyulmuş var, deyiləm, amma enteri onsuz o başa salma. Bəlkə bir da sual elə qoyulmuşdu. Cavabı nə Enter. veriblər orada? D veriblər. D düzgün olmayan mülahizə deyildi də. Kursordan sağdakı simvolu silir. O delete-dir. 17 cavabı nə veriblər dediniz? Cavabda bir dəqiqə baxım orada. Zəhmət olmasa. Bir saniyə. Burada D variantı mənim başımı qarışdırır. Mətni iki abzasa bölür. Mən bu çox şeydir. Hə, o birlər çox dəqiq görünür. Onda D ola bilər, amma niyə Yəni, axı orasını başa mətni iki abzasa bölmür, axı bir abzasa bölür. İki abzas necə bölə bilər axı? Gələk iki dəfə enterə basaq. Bax, mənim bu Mətnin özü bir sənədimdir, abzas, düzdürmü? böldüyü də ikinci. Bax, bu sənədimdir. Enter düyməsini kliklədim. Mənim mətnimi 17-də A-dır. Cavab A verilib. Səhv olan variant. page up-da Page up. Bax, page up-ı bilmədim nədir. O nə? Up sözü yuxarıda, amma bir səhifə mi? Bəlkə bir sətr yuxarıda, nədir? bir səhifə yuxarıdır, bir səhifə. Bunu hətta mən sizə kitabdan da göstərə bilərəm, yazıldığı hissəni. Bəlkə test səhvdir müəllim. Ola bilər test səhv olsun, amma qoyun kitabdan da göstərim ki, daha dəqiq olsun ki, page up-a nə yazıblar. Bizdəki o bəxtə bu imtahana çözüyor. Ona görə bunu dəqiq baxmaq lazımdır. Yəni bu suallar imtahana düşmüş suallardır. Hə, köhnə illərdə.
İndi onu Köhnə verərlər. illərdə kitabça verilmirdi. Bəzi testlər ona görə səhv ola bilir. Kimlərinsə xəyal məhsullarıdır da, kimlərsə hansı testləri necə yadında saxlayıblarsa. Hə, o Gəlib ola bilər. deyirlər ki, hə, Səhvdir. bu sual Yəni bu sualdır. Belə. Yəni əvvəl kitabça verilmirdi, dəqiq bir şey yox idi. Son 2-3 ildə kitabça verilir. Mən buna folklor testləri deyə bilərik də. Ağzına yazdım. Page apa yazıb ki, sənədi bir ekran boyu yuxarı qaldırır. Bir səhifə yazmayıb. Bir Amma ekran boyu qaldırır. cavab burada peyçap bir səhifə, ekran boyu yazmayıblar da. O bir dənə Bir səhifə yuxarı keçid edir. Gəlin biz bunu Word-də yoxlayaq. Bax, mən buradayam. Düzdür? Çox çaşdırıcı sual deməlim. Sözün Qoydum tərcüməsi bura. belə səhifədir. Basıram. Bir ekran boyu yuxarı qaldırır. Əslində düzlərə bir səhifə yuxarı qaldırmır. Bir ekran boyu yuxarı qaldırır. Bir ekran boyu yuxarı qaldırır. Burada elə A variantı doğru olmayandır. Bir də söz oyunları oynayırlar dövlət qulluğundakı kimi müəllim. Müəllim, ekranda da bir səhvə görsənmir ki, yəni bir ekranda bir səhvə Yox, görsənmir. ekranda 3-3 ayırır. 3-3 ayırır. 3 hissədən ibarət edir. Səhifə olan şey var bunun bəs həmdə. Çünki çaşdırıcısı o, burada da page sözü var. İstərsəməz bir səhifə yuxarı düzgün gəlir adama page up. Qoy bircə saniyə baxaq görək. Yuxarı qaldıran uzaq baş olacaq. Upla bağlı. Upla bağlı. Başqa nə ola bilər ki? Up düyməsi də budur. Page up. Page up. Page up. Page up. Başqa da yuxarı nə qaldırsın bir səhifə yuxarı? Səhifə ümumi olmur da. Burada bölünür axı. Ona görə ekranda nə qədər görünürsə, elə bil görünməyən hissəsinə qaldırır da. Səhifə tam olmur. Yeni səhifəyə Nasıl? keçid edilir axı. Heç nə Səhifənin deyək, özünün inşallah qəbula daxilində. belə qarışdırıcı bir sual salmazlar inşallah. Nə deyək? İnşallah, yəqin ki, Bir inşallah sualın üstündə bu gələrlər. qədər düşünməyə dəyməz, çünki bu çoxdanınkı illərin də sualları ola bilər də içərisində. Nə deyim? Bir dənə O Ctrl artıq Home sözə deyil görə bu yuxarı qədər qalxan, yoxsa sənədə qalxır o. Ctrl Home sənədə qalxır. Ctrl Home sənədin əvvəlidir. Home düyməsi sətrin əvvəli. Ctrl Home sənədin əvvəli. Hə, o demək. Yoxdur müəllim, səhifə ilə bağlı yoxdur. Yəni bir səhifə yuxarı anlayışı yoxdur ümumiyyətlə. Hə. Halbuki Ctrl F4-də Alt F4 deyirdiniz, Ctrl F4 deyirdiniz. Ctrl F4 aktiv pəncərəni bağlayır. Yəni hansı pəncərə açıqdırsa onu bağlayır. Biz Alt F4-ü deyirik, ümumidir, close bildirir. Yaxşı, baxaq 18-ə. 18-ə belə bir sizə mən qayda öyrətmişdim ki, xəttkeş hansı görünüş rejimlərində var? Axırı T ilə bitənlərdə var. Axırı T ilə bitən görünüş rejimlərində xəttkeş var. Print layout-da T var, web layout-da T var, draft-da T var. Deməli, bunlarda xəttkeş var. Amma bizdən istənilən üfüqi xəttkeş deyil, görsənmir. Bir, outline da görsənmir. Bir də read mode-da görsənmir də. Bunlarda xəttkeş yoxdur. İçində məlumat olanda görsənir. Print layout. Hə. Tığlarda görsənir xəttkeş. Amma bir əmmə var da, uşaqlar. Print layout-da həm şaquli, həm də üfüqi xəttkeş var. İki dənəsi Amma olanlar web layout-dan draftda yalnız üfüqi xəttkeş var. Üfüqi. Yazıram üfüqi. Amma print layout-da axırı 2 dənə T ilə olanda həm şaquli və üfüqi xəttkeş var. Bu nə deməkdir? Bunu da qoy icrasını eləyək. Daxil oluram view-ya. View-da print layout. Buradan ruler aktivləşdirdim xəttkeşi. Həm yuxarıda xəttkeş var, həm də solda xəttkeş var. Yəni həm şaquli,
həm də üfüqi xəttkeş var. Web layouta daxil oluram. Yalnız üfüqi xəttkeş var. Üfüqi. Draftda daxil oluram. Yalnız üfüqi xəttkeş var. Print layoutda həm şaquli, həm üfüqi xəttkeş var. Read modda ümumiyyətlə xəttkeş yoxdur. Eyni şəkildə outline-da ümumiyyətlə xəttkeş yoxdur. Bir də yalnız outline-da, outline görünüş rejimində əlavə olaraq outlining tabı yaranır. Bu yalnız outline-a aiddir. O qədər düşüb, o qədər var. Bax. Bir dənə outline-da outlining belə tabı yaranır. Outline görünüş rejimində. Müəllim, indi orada cavab nə oldu? 2-4. Deyə xəttkeş yoxdur, üfüqi xəttkeş yoxdur. Outline-da xəttkeş yoxdur, bir də read modda xəttkeş yoxdur. Ayda da vay. Ya bunları axırların tığlarla yadda saxlaya bilərik də müəllimim. Ay, sağ ol. Mən elə öyrətmişdim. Çünki onu mən elə video şəklində görmüşdüm, elə rahat şəkildə öyrənmişəm Hə, bu print axırı layoutda. tığ Əgər ilə 2 dənədirsə. bitənlərdə xəttkeş var. Ay, sağ ol, hə. Baxaq indi 19-a. Deyir ki, home tabının go to, aha, Mətn. bir variantı səhvdir. Home tabında go to düyməsi başqa səhifəyə keçid üçündür. Başqa fayla yox. Yazıram bura Hə. başqa. Bu nə Mən demək? rəqəm yazıb keçirdi, odur da deyəsən, eləmi? Ay, sağ ol. Bunların məsələsi də olur. Bəli, bəli. Bir dəfə göstərmişdim. O Bax, editingdən buradan dəqiq çıxmaydı, yoxsa nəysə belə bir şey. deyirdim, məsələn, 5 səhifə, müsbət 5 yazanda hansı səhifəyə keçid eləyir? Go təmri. Go təmrinin bəli. özünün məsələləri var. Uşaqlar, deməli, tutaq ki, mənim cari səhifəm 20-ci səhifədədir. Mən müsbət 5 yazsam, hara keçid eləyər? Yəni, bunlar Elə 20-yə səhifələr müəllim. elə 20-yə, ay sağ ol. Çünki sənədim 20 Çünki 25 səhifəlikdir. səhifəmiz yoxdur ki, 20 səhifəmiz var. Ay, sağ ol, tamamilə doğrudur. Elə 20-də dirənib qalacaq. Və yaxud da ki, 20-ci səhifə, mənim sənədim 20 səhifəlikdir, mənfi 30 yazsam, hara keçid eləyəcək? Elə birinci səhifəyə. Birinci Çünki səhifəyə. 20-dən mən mənfi 30 çıxa bilmirəm. Birinci səhifədə dirəşib qalacaq. Cavab Hava 20-dən olanda, yəni 20-dən artıq rəqəm göstəriləndə 20-ni götürürük də, düzdür? Ay, sağ ol, hə. Necəcə 20-dən artıq rəqəm olanda 20-ni aşa bilməz. Hə, 20-ni aşan Əgər rəqəm sənədi, göstəririk. ay, sağ ol. Əgər sənin sənədi 20 səhifəlikdirsə, 20 səhifəni aşa bilməz. Hı. Onda yenə Yəni, qayıdır birə də. Hə, başa. yox, qayıtmır. Sən Yox, 20 səhifəlik bir sənədin var. 20-ni Müsbət 25 yazsan, 20-də dirənib qalacaq. Müsbət 10 yazsan, Hə. 20-də dirənib qalacaq. Müsbət 10 üstünə gəlmək olur da. O müsbət deyəndə ki, müsbət 10 üstünə gəlir də. Düzdür. 20-dən Üstünə nədir? Necə gəlmək, üstünə bəli. gələ bilər? Nədir? Axı 20-dən Hə. nədir? Üstünə necə gələ bilər? Elə 20-dən olur da. Varsa 20-dən olacaq. Hə. Onda yəni o 20 üçün heç bir dəyişiklik eləmək olmurdu. Heç bir şeylə. Bəli, bəli. Bax, sənin sənədinin sayını aşağıda göstərir. Məsələn, burada mənim sənədim var. Sənədim görüm neçə səhifəlikdir, heç bilmirəm. Hə. Bax, mənim burada 4 səhifəlik bir sənədim var. Bax, buraya yazıldı. Page 1 of 4. Düzdür? Bəli. Kursorum harda durubdu? 1-də durubdu. Mən gəlirəm buradan home tabından. Go-to-ya yazıram müsbət 3. Sizcə gedib hara keçid eləyəcək? 4-ə. Yenə gəlib Bax, 4-ün aşağıda üstünə yazdı. duracaq. 4 of 4. Düzdür? Bizə 4-ə. Asıl. İndi mən bura yazıram. Müsbət 7. Deyil. Hara keçid eləyəcək? Elə 4-də dayanacaq. 4-də dayanacaq. Sizcə niyə? Çünki Dörd- faiz dörd- dörd dörd- səhifədən dörd- ibarət. yoxdur da. 4 dənə səhifədə 4 nətər aşa bilsin? Aşa bilməz. İndi isə mən bura yazıram. mənfi 10. Hara keçid eləyəcək? 1-də O dayanır da. birinci bunda. səhifə. Elə birdə dayanır da o. Birinci dayanacaq. Ay sol. Bax, aşağıya nə yazdı? 1 of 4. Yəni mənfiyə nə yazırıqsa yazaq, onsuz da 1-ə qayıdacaq. Çünki səhifə şeydir də, harda olsa da. Əgər sənin 20 səhifəlik bir sənədin varsa, mənfi 10 yazsan, ona keçid eləyəcək. Hə, Çünki 21-dən 10 çıxardı da. Elə bir Ay sol. Ay 20-dən çıxdı 10.
Amma sən 20-dən çıxa bilməsən axı -30-u 1-ə keçid eləyir. Mənim onda çıxanda yuxarı qalxır, yəni sayca, amma üstəgəl onda aşağı düşür, eləmi? Baxır nə qədər çıxırsan da, özündən çox çıxsın, o özünə qayıdacaq elə. O heç, yəni say versin, məsələn 100 səhifəlikimiz var, üstəgəl 80-ci səhifədəyik. Mənə 5 səhifə lazım sonraya keçmək. Üstəgəl 85 yazsın. eləyəcək. Aha, oldu, çox sağ ol. Amma sən cari səhifə 80-dənsə 30 yazsan, müsbət 30, 100-də qalacaq. Yəni 100-ə qədər olar. Amma 100-ü aşa bilməz. Aydındır. Baxaq 20-yə. Nə soruşur? Bütün sözlərin ilk hərflərinin capitalized word. Kontrol A-dır. Elə o yazılışdan özü görsənir də müəllimə. Bəli. Bax, bütün sözlərin baş hərfləri böyüklə yazılıb. Uppercase-də bütün simvollar böyük, lowercase-də kiçik, cümlənin baş hərfi böyük, toggle case-də isə böyüklər kiçik, kiçiklər isə böyüklə əvəz olunur. Növbəti baxdıq 21-ə. Fayl tabı vasitəsilə hansı əməliyyatları yerinə yetirmək olar? Fayl. Daxil olduq fayl tabımıza. Sənədi çap etmək. Bəli. Print var, olar. Yetirmək onları soruşur, olarları soruşur. Simvol əlavə etmək. Simvol əlavə. Simvol əlavə etmək buradan olmur. 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 Mətni Yox. bir neçə sütunda yazmaq. Mətni bir neçə sütunda yazmaq olur layout tabında. Layout tabında. Deməli, üç olmayacaq. D-dir də variant burada 1 4 1. Sənədi yaddaşa yazmaq bəli, save as-ın olur. Sənədi başqa adda yadda saxlamaq, bu da save as. 1 4 5 D variant. Bu testləri əzbərləsək cavabların görəsən heç olmayınca düz cavab yazarıq burada. Ya. Gərək dərsi də oxuyasan da, desən əzbərləyəsən, gələ düşməyə. Nə olacaq? Həcər müəllimə sonra deyəsən ki, Həcər müəllimə deyir. Yox, Həcər müəllimə deyə bilmərəm. Özüm zəifəm. Yəni sizdə həqiqətən maşallah olsun. Hər iki, həm siz, həm də üz-üzə təriflə olmasın. Məntiq müəllim Orxan bəy çox qəşəng izah edirsiniz. İnsan özündən asılıdır hər şey. Baxaq 22-ci suala. Kəsmə, köçürülmə, yerləşdirmə, axtarış, əvəz etmə. Bunların hamısı yerləşir home tabında. Bəli. Home tabında biz nə edirik? Həm kəsirik, həm yapışdırırıq, həm canım sizə desin. Yerləşdiririk, axtarırıq, əvəz edirik. Bax, home tabında find. Sonra burada var replace. Sonra home tabında var cut, copy. Hər şey var. Oldu B variantı. Bu da qəşəng sualdır. 23. Deyir ki, sətri cədvəldən silmək üçün. Ümumiyyətlə yadınızda saxlayın. Sətirdir, sütundur, cədvəldən silmək üçün backspace-dən istifadə olunur. Bunu da icrasını sizə göstərim ki, sonra gedib yenidən rekorda baxanda özünüz də özünüz üçün təkrarlayın. Komenteriniz varsa orada işləyin. Bir dənə cədvəl yaradıram. Insert daxil olaq table yaratdım. Bax, mən burada gəlirəm, seçirəm, tutaq ki, 2 dənə sətrimi. Backspace-i klikləyirik. OK düyməsi. Bax, 2 dənə sətrimi, sütunumu silmiş olduq. Yadınızda saxlayın ki, sətr və sütunu silmək üçün istifadə olunan düymə backspace-dir. Bəs delete nə edir? Delete daxilindəki məlumatları silir. Daxilində əgər sən nəsə yazı yazırsan ana, buraya yazırsan ata. Və gəlirəm, seçirəm, delete düyməsini klikləyirəm. Bax, delete içindəkiləri sildi. Xananı silmir. Delete çıxdım, tabı çıxdım, onda çıxdım, qaldı backspace. Növbəti, 24-cü sual. Abzasların nömrələnməsi. Bu da önəmli məlumatdır. Bir var abzas nömrələnməsi, bir də var sətir nömrələnməsi. Bunu da xüsusi qeyd edirəm. Abzas nömrələnməsi. Abzas. Olur home tabından. Amma sətir nömrələnməsi
Sətir nömrələnməsi. Buraya yazın nömrə. Sətir nömrəsi. Olur layout tabında. İndi bunların fərqini izah edəcəm. Abzası oldu home tabında, sətir nömrələnməsi layout tabında. Gəlin fərqlərini izah edim. Sənədimi yenə nə götürüm? Nə yazdım? Elə bu sənədə daxil oldum. Mən gəlirəm layout tabına daxil oluram. Layout. Buradan line numbers əmri var. Bax, line numbers. Bu, sətirlərin nömrələnməsi üçündür. Show line numbers. Sətir nömrələyir. Bax, line numbers'ı kliklədim. Continuous. Aha. Bax, gör, mənim nə qədər sətrim var burada. Haradasa 308 dənə. Bir dənə enter. 309, 10, 11, 12, 13 belə bu tərəfdə göstərir. Bircə saniyə, mən kolum seleyim. Bir dənəlik. Bax. Bu sətir nömrələnməsidir. Sətir nömrələnməsi. Abzas nömrələnməsi bəs nədir? Home tabına daxil oluram və gəlirəm. Buradan nömrə yaradıram. Belə nömrə. Haradadır mənim kursorum? Haradasan kursor? Buradasan. Bax, budur. Bu abzas nömrələnməsidir. Nəsə yazırsan, düşdün aşağı, nəsə yazdın. Gəlirsən, kursorunu verdin əvvələ. Yazırsan salam. Gördün mü? Yəni, bax, bunlar abzası bildirir. Bunlar isə sətirdir. Bu sətirdir. Bunlar abzasdır. Bu belə. Sonra cavabı demədik burada nə oldu? Abzası oldu home tabı. Home haradadır? Home'un oldu paragraf lent qrupundan. Paragraf lent qrupundan. Home'un paragraf lent qrupundan. Paragrafdan daxil oldum burada bu nömrələnməyə. 7 də burada cavab. Burada cavab bəli 7. Sonra gəldim 25-ci suala. 25-də bizdən istənilir ki, mətndə sözün axtarış. Axtarış find deməkdir. Find. Olacaqda Control F. Control find, bəli. Növbətə gəldi 26. Deyir ki, hansı görünüş rejimi deyir? Remote var, web layout var, draft var, outline var. Amma layout deyilən bir görünüş rejimi yoxdur. Print layout var, amma layout yoxdur. Yaxşı, bəs biz bu görünüş rejimlərini hardan bilirik? View-ya daxil olursan. Bayaqları dedik ki, xəttkeş şanslarda olurdu. Bax, bu görünüş rejimlərində. Axırı T ilə bitənlərdə xəttkeş olurdu. Bəs ümumiyyətlə görünüş rejimi nə qədərdir? 5 dənədir. Read mode, print layout, web layout, outline və draft görünüş rejimləri var. Növbəti, gəldim 27-ci suala. Hansı lent tabı mətnin fraqmentləri ilə iş zamanı böyük və sətir hərflərə keçid təmin edir? İş zamanı böyük və sətir hərflərə. Nə deməkdir ki bu? Bu bunu istəyir bizdən. Lowercase, uppercase. Daxil oluram home tabında. Belə bir əmr var. Sentence case, lowercase, uppercase, capitalized və toggle case. Bizdən bunları istəyir. Və home tabının font length qrupunda yerləşir. Cavabımız olacaqdır. Home tabı font length qrupu. D variantı. Sonra baxaq 28-ə. Deyir, hansı düzləndirməni dəstəkləmir? Baxaq, bu suala. Hansı mətnlər üzrə düzləndirməni dəstəkləmir? Düzləndirmə nə deməkdir? Onu da göstərir. Çəpinə Bax, düzləndirmə budur. Paragrafın daxilində düzləndirmələr var. Sola düzləndirmə, sağa düzləndirmə, mərkəzə düzləndirmə, tam düzləndirmə. Bu sola düzləndirmə, tam düzləndirmə, sağa düzləndirmə, mərkəzə düzləndirmə. Mən mətnimi seçirəm. Yuxarıda belə bir mətnim var.
Bu hal-hazırda sola düzləndirilib. İndi bunu sağa düzləndirdim. Mərkəzə düzləndirdim. Tam düzləndirdim. Bu belə. Yəni çıxıntıların olub-olmaması ilə bağlıdır bu düzləndirmələr. Burada biz nə düzləndirməsi görmədik? Çəpini düzləndirmə görmədik. Sonra 29. Mövcud sənəd əsasında yeni sənəd yaratmaq üçün addımları düzgün qurun. Mövcud sənəd əsasında yeni sənəd yaratmaq. Ctrl-A əlaqəsizdir. Birləri çıxaq cavablardan ilk öncə. Yeni sənəd yaradılır. Save Yeni as mütləq yaradılır. var. Çünki mövcud sənəd əsasında yeni Var. sənəd ancaq save as-da Həm olur. 2-4 deyil orada. Seçilməlidir. Bircə saniyə var qoyun. Görün burada tam olaraq nə istəyir? Mövcud sənədin var. Yeni sənəd yaradırsan. Mövcud sənəd əsasında. Hə, Onun burada əsasında. asan sual imiş. Deməli, mövcud sənədi açırsan və onu yeni ad altında saxlayırsan da, bu qədər. 2-4. Üç olmaz çünki Dörd. üçdə ümumiyyətlə yeni sənət yaratmaqdır. Ay sol. Yeni sənəd yaratmaq o new-dur, o başqa şeydir. 2-4 olacaqdır. 30-cu sual sadə sualdır. Ctrl-A. Ta ki biz əzəldən bilirik ki, bütün sənədin seçilməsi üçündür. Bütün Ol, mətn ha. seçiləcək. Növbəti gəldim 31-ə. Footnote. Footnote nədir? Footnote. Ayağına yazır. Yuxarı Asıl. qalan tutuldu. Bax, bu deməkdir. Qalançı tur Ayağına yox, yazır. qalançı tur sözünü ümumiyyətlə mən görmüyüm. Yo, Footnote. sözün ayağına yazır. Footnotes nə deməkdir? Orada Gəlirsən, ayağına yazılmır, orada üstüdür. bax, üstünə bir yazdı, aşağıdan da gəlsin izahatını versən. O ədəbiyyat tarix kitablarında daha çox olur. Sözün Ee, izahatını. Ona nə deyirlər ay Allah? Adı var idi onun. Nömrələmək footer'dır. O ayrı məsələ. Footnote ayrıdır, İstinad. footer ayrıdır. İstinad İstinad vermək. deyirlər. Ayso istinad vermək. Söz istinad Bəli. verirsən. Bu getdi. Sözlərə səhifənin alt hissəsində qeydlər əlavə edir. Bu da C variantı. Sözlərə səhifənin alt hissəsində qeydlər əlavə edir. 32. Nə gözəl gəldi. Sətirlərin nömrələnməsi dedik hardan olur? Sətirlərin nömrələnməsi hardan oldu? Wild. Abzasın nömrələnməsi hardan oldu? Home tabında. Tohumdan. Ay, sol. Səhifənin də nömrələnməsi insertdən. Insert tabında. Insertlardadır. D. S7 var burada. Müəllim, Aa, yox. orada D bəndidir. BC. Birə B də çıxıbdı. File. Sətirlərin nömrələnməsi faildə çıxıbdı. Faylın optionsından Abzasdan. eləmək olur, düzdür. Fayldan optionsa daxil olursan, buradan sətirlərin nömrələnməsini eləmək olur. Sətirlərin nömrələnməsi olur, düzdür. Bax, page, display, buradan bax, olur. Print object show, hidden text, paragraph mark, spaces, tabs yox, buradan yox. Burada bir yerdə olurdu. Onu tapıb gərək çıxardım ortalığa. Yox, bu da deyil. Save-də deyil, advanced-da da deyil. Hə, bax, burada edit advanced-da. Bunların birinin içində var. Nömrələmək. Düz deyir, var. Bunların birinin içərisindədir. Yox. Var. Faylda var. Faylın optionsunda özdə yerləşir. Gərək onu qurcalayam tapam. CD ilə bağlı cavabı elə burada baxanda görürsünüz ki, B variantı uyğun, C variantı uyğundur. Sətirlərin nömrələnməsi həmçinin faylda da var. Gərək onu qurcalayıb necə deyirlər tapaq. BC, Üzr 2, istəyirəm. C-dir. Hə. Buyur. Word-də cədvəlin daxilində nömrələmə aparmaq olur, avtomatik olaraq.
O Excel'də olur ya, məsələn 1 2 sonra aşağıdan tutub çəkirik, avtomatik nömrələmirik. Eyni şey Word-də olur yoxsa olmur? Word-də avtomatik nömrələmək. Çünki necə qarşılaşmamışam. Bəlkə də var, amma qarşılaşmamışam. Çünki istifadə etməmişəm deyə avtomatik nömrələnmədən Word-də. Excel-də istifadə etmişəm, amma Word-də yox. Word-də mən axtarmışam, tapa bilməmişəm dedim, bəlkə siz biləsiz. Yox, Qarşınıza qarşılaşmamışam. Bəlkə də var, amma qarşıma çıxmıyor da. oldu. Çox sağ olun. Buyurun. 33. Bir Səhv pıtı. deməli, orada cavab yoxdur. Burada cavab var. 33-də. 2,54 müəllimə. Yox, bu 2,54 bir düyümdür. Hə, də mən ona görə deyirəm ki, səhvdir bu. Niyə düzdür? Bir pıtı 0,135 millimetrdir. Bu Hə, düzdür cavab sual. səhv çıxıb da müəllim. Cavabı səhv çıxıb. 2,154 yazıblar. 33-də Bəli. ola bilər. 0,135 millimetrdir bir pıtı. Gəldik. Pıtı şriftin ölçü vahididir. Nəyin? Şriftin ölçü vahididir yoxsa Yox, şrif pıtı? simvollar arası məsafələrdir, simvolların. Bildim. Simvollar arası məsafələrin ölçü vahidi. 34. Məsafələri dəyişmək simvollar. Söhbət simvollardan gedirsə, spacingdir bu. Olacaq da cavabımız B variantı spacing. Növbəti Ctrl-J. Ctrl-J neydi? Ctrl-Y var idi. B Ctrl-Y deyil, qeydə olunmuş sənəd Ctrl-J tam tam düzləndirir. düzləndirmə. Tam düzləndirir. B variantı. Bu nə deməkdir? Bunu da göstərim. Ctrl-J Word-də hardadır? Bax, Home tabına daxil olursan, bax budur. Burada yazılıb, üzərinə də gətirəndə Ctrl-J tam düzləndirmə. Bax, Ctrl-J gördün? Bax burada. Ctrl-J. Yəni tam düzləndirmə deməkdir. Növbəti 36. Abzasın birinci hərfinin nəzərə. Bu nə gözəl sualdır. Bunu görüm kim deyir. Orada insert drop cap'dır da. Hə. Drop cap əmri nə idi? Böyük, hə, birincisi böyük olur da. Böyük olur da. İşte o. Bax, mən burada Ədəbiyyatlarda olur. o bədii kitablarda, bədii əsərlərdə olur. Uşaq ədəbiyyatında ən çox. Bax, vaxtı Məlik Bax, belə Məmməd yazır. nağılında var idi. Bax, birinci hərfini belə böyük yazır. Bir Çox neçə qəşəng olur. sətr əvəz eləyir, qabağında 3 dayanır. dənə sətri, hə. 3 dənə sətri əvəz edir, qarşısına dayanır. Insert-də yerləşir, drop cap əmridir. Mətnin abzasını seçmək üçün. Ay maşallah. Bütün abzas, sənəd, tam select ol. Y variantına çıxdım ilk öncə. Abzasın bir cümləsi üzərində mousun düyməsi, abzasın bir cümləsinin üzərində. Yox, bu da deyil, D də deyil. Abzasın üzərində mousun sonra 2 qaz sıxmaqla. Yox, bunda söz seçilir. Səndən sonra mousun sol düyməsini sıxmaqla. B Onda deyil, sətr B seçilir. Abzasın istənilən yerində mousun düyməsini 3 dəfə sıxmaqla. A'dır. A olmayacaq. A'dır. Yox. Niyə görə A'dır? Mənim 2 dəfə sıxanda söz seçilir, 3 dəfə sıxanda cümlə. Baxın. Gəlirəm. Belə bir ifadənin üstünə. 2 dəfə sıxanda söz seçildi. 3 dəfə sıxanda ümumi abzas seçir. Amma mən sola qoysam, bir dəfə vuranda sətr seçilir. 2 dəfə vuranda abzas seçilir. 3 dəfə vuranda isə bütün sənəd seçilir. Burada isə bizdən istənilən nədir? Abzasın istənilən yerində mousun düyməsini 3 dəfə sıxmaqla həqiqətən də biz abzas seçmiş olduq.
38. Word 2019-da lentə bulunan bir lent qrupundan bir neçə simvol aşağı indeks kimi daxil etmək olar. Bir və ya bir neçə simvol aşağı indeks kimi. Bu indeks nəzərdə tutur. İndeks. Bu hardadır? Onu da göstərim. Belə bir ifadə yazıram. Deyirəm ki, bu yuxarıda yazıram. Deyirəm ki, Mənim o 1, 1, insertdə 0, deyil, 0, 1, biri var ikilikdə. yuxarısında. Necə? Bax, ikili say sistemində 1, 1, 0, 0, 1 ədədini yazmaq istəyirəm. Ham tabına daxil oluram. Burada bax, indeksdə yazmaq var. Düzdürmü? İkili say sistemi olduğunu bildirir də. Bunu mən Bəli. harda edirəm? Ham tabının font lent qrupundan. Bir də qüvvət var, o da orada Bir olmalıdır. də qüvvət də var. O da bəli buradadır. Növbəti, file recent listəsində ən son açılmış sənədlərin sayı ola bilər 50 dənə. Bunu da bildirmişdik. Demişdik ki, Bəli. həm Pinnet, Bəli, həm müəllim. də recent listəsində maksimal sənədlərin sayı ola bilər 50 dənə. Saat neçədir? 22:14 deyə. Biz Hə. hələ 40 baxmış. Neçəsinə baxacağıq Həcə xanım? 50-sinə baxaq. Hə, imkan varsa, yəni şu məntiqdən də çıxmışıq. Yaxşı. Bir də hələ Öz mən axşam mənfəət Bir də hələ mən axşam mənfəət vergisinə kameral gəlib, onu mən işləməliyəm. Ona görə də hələ havalanmışam. Bir daha səbir. Orada. Səbirə. Yoldaşlar, nəsə öyrənmiş olduq indi Word-dən. Bəli, bəli. Mən öyrənmişəm şəxsən öz adıma deyirəm. Yəni baxıram Çox öyrənirəm. şey müəllim öyrəndik. Çox sağ olun. Allah Bəli, köməyiniz biz də olsun. Dərsə də öyrənin. Müəllim, burada heç bir təsir göstərmir də. Miqyas bizim özümüz üçündür. Bəli. Onun Yoldaşlar, çapa heç bir dəxli yoxdur. təsiri yoxdur, bəli. Yoldaşlar, təsəvvür eləyin ki, mən daxil olmuşam Word-ə. Zoom-una bax, yaxınlaşdırıram, uzaqlaşdırıram, yaxınlaşdırıram, uzaqlaşdırıram. Bunun çapa heç bir təsiri yoxdur. Bunun çapa heç bir təsiri yoxdur. Heç bir təsiri yoxdur. Yəni bilin ki, sənədə əks etdirəndə miqyasın çapa heç bir təsiri olmur. 41. Klaviaturadan daxil edilmiş simvolun mövqeyi. Klaviaturadan daxil edilmiş simvolun mövqeyi. Nə istəyir ki bizdən? Kursorun vəziyyətindən asılıdır da. Hə, Nə dedim? kursorun Kursor vəziyyətindən hardadırsa, harda yəni kursorun hardadırsa sonra əlavə edirəm. asılı. Bax, bu bizdən nə istəyir? Deyir ki, bu sənin Word sənədində. Mənim indi kursorum hardadır bilmirəm. Kursorumu qoymuşam, nə bilim, bax yuxarıya, sənədimi gətirmişəm aşağıya. Mən bir ifadə yazdım. Hara yazılır? Kursor dayandığı yeri yazılır da. Yəni Hə. mən hər hansı bir simvol daxil etdikdə, kursor harda dayanırsa, ora əlavə olunur. Bu sual onu bildirir. Klaviaturadan daxil edilmiş simvolun mövqeyi nəyin vəziyyətindən bağlıdır? Kursorun vəziyyəti ilə bağlıdır. Növbəti baxırıq 42-ci suala. Footnote sənəddə kalan titul yaratmaq üçündür. Xeyr. Footer'dır. Footer. Bayaqçı müəllim. Bayaqçıdır bu. Footnote bəs nədir? Bayaqlar dedi ya, Sözdə ədəbiyyat istinad. müəllim orada elə bir ki, izah eləyir də footnote. Hə, aşağıda da gəlir, izahatını verir. Deməli bir səhvdir. Mən Səhifə- kalenci sərlövhə Bir də demək. müəllim footnote axı orada header footer'da deyil. Bəli, sərlövhə deməkdir. Sərlövhə. Səhvlərin nömrələməsi. Kalan titul sərlövhə deməkdir. İkinci doğrudur. Səhifələrin nömrələnməsi insert tabındandır. Sonra baxaq. Sənəddəki səhifələrin maksimal sayı 65536-dır. Bu bilinmir sözün açığı. Yəni nə qədər istənilən sayda ola bilər. Ctrl Shift yuxarıda kursordan sənədən nə qədər mətn seçir. Bəli, bu doğrudur. Shift düyməsi 5 də seçmək. doğrudur müəllim. Müəllim burada Ortoqrafi. cavab nəsə belə qəribə deyəcəkdən də çıxıbdı. Gözlə. Ctrl Shift Home yazılmalı deyil bura. Ctrl Shift Home. Kursordan sənədin əvvəlinə qədər olan mətni seçir. 4 səhvdir.
4 Yəni səhvdir. 5 düzdür. Bir də Hansı doğrulardır? Orada 2 mənim ilə onda ox işarəsi də olmalıdır hom olanda. Nədir? Hom olanda ox işarəsi də olmalıdır, yoxsa oxun işarəsinin yenə hom olmalıdır? onda 2 ilə 5-dir də burada düz cavab. Bircə saniyə baxaq. Bu səhvdir. 2 ilə 5-dir. Necə yəni yuxarı deyəndə özündən yuxarı sətri seçəcək Ctrl Shift yuxarıda. Ha, başa düşdüm. Amma Ctrl Shift Home əvvələ qədər hər şeyi seçəcək. Yəni bütün sənədi seçəcək. Tam yuxarıya gedəcək. Hə, kursordan sənədin əvvəlinə qədər. Kursor harda dayanırsa, oradan sənədin əvvəlinə qədər seçəcək. Sənədin əvvəli deyəndə həmişə biz homu da seçirdik axı kontrol. Bax ona görə Home dedim sənədin əvvəlinə. Bax kursorun bax dayanır burada. Düzdür? Mən gəlirəm Ctrl Shift Home klikləyirəm. Bax, kursorum harda dayanıbsa, sənədin əvvəlinə qədər seçdi. Gördün? Başa düşdüm. Kursor harda dayanırsa, oradan sənədin əvvəlinə qədər seçir. Amma mənim indi kursorum buradadır. Ctrl Shift N-i klikləsəm, kursorum harda dayanırsa, oradan axıra qədər seçmiş olur. Bax, kursorum burada dayanıb axıra qədər seçmiş oldu. Bu da bu sual. Növbətə baxaq 43-cü suala. 43-cü sual language. Language dillə bağlıdır. Biri aiddir C. 2 şriftlərin rəngidir, simvolların yəni rəngidir. 2 aiddir D. 3 də ki 3 nə veribdir? Səhifənin fon rəngini. Fon rəngi deyil o. Fon rəngidir. Rəngidir, bəli. 3-ə də aiddir B. C-də B var. Hanı A variantında, bəli. Növbətim. Sənədi jurnal səhifəsi formasına göstərmək üçün bu olur layout tabından. Niyə? Bir var, sən gəlirsən, orientasiya formasında verirsən. Bax burada. Bir də var biri var landscape. albom, biri var Bir var jurnal. albom, bir də var A4 vərəqə. Bir var albom, bir də var A4. Belə. Oldu layout tabından. Növbəti baxaq. 45. Quick Access Toolbar. Quick Access Toolbar üçün istifadə olunan tab fayl tabıdır. Niyə? Cəld müraciətlər paneli dediyimiz bu yuxarıda olan əmrlərdir. Quick Access Toolbardır. Mən bura əlavə olaraq nəsə əlavə etmək istəyirəmsə, həmçinin Home tabı, home tabı nə idi? Fayl tabından istifadə olunur. Fayla daxil olursan, faylın daxilində optionslara. Optionslarda yazılıb Quick Access Toolbar, cəld müraciətlər paneli. Məsələn, mən bura daxil edirəm Shapes'lər. Əd elədim. OK düyməsini kliklədim. Bax, bura artıq Shapes'lər əlavə olundu. Shapes'lər. Gördünmü? Bunu elədim fayl tabından. B variantı. Insert len tabının əmrlərini seçin. Insert'ın əmrlərini seçək. Seçək də. Insert tabı bax buradır. Nəyisə əlavə etmək üçün istifadə olunur. Bura şəkillər, cədvəllər, sonra linklər, videolar, kommentlər, səhifə nömrələnməsi olur insert tabında. Səhifə rəngini dəyişir. Bilmirəm, hələ indi testdə deyirəm sizdən baxıram. Çünki ikinci şansındır. Bir hələ sizdən baxıram. Belə cavabları sizdən işləyə bilirəm. Səhifə rənginin dəyişdirilməsi. Səhifə rənginin dəyişdirilməsi olur design tabında. Burada page color var. Bu səhifə rənginin dəyişdirilməsidir. Birinci yanlışdır. Səhifə kənarlarına çərçivələrin əlavə olunması. Bu da olur page borders'dan, yəni design tabından. Design. Bu da yanlışdır. İkinci də səhvdir. 1 ilə 2-ci cavabdan çıxanda elə qaldı 3, 4, 5. Çarpaz istinadların cross-reference, bəli, cross-reference olur insert tabında. Onu da sizə göstərim. Cross-reference, hə. Bax, linksin daxilində yerləşir. Mətn qutularının artırılması text box'u bildirir. Həm yerləşir, burada shapes'lərin daxilində text box'dur. Həm də textin daxilində də text box əmri var. Ola texnologiyası, bəli, Ola texnologiyası nədir? Ola texnologiyası obyekt əmridir. Ola texnologiyası
Bir proqramın daxilində başqa bir proqramla işləmək üçün istifadə olunur. Bir proqramın daxilində başqa bir proqramla işləmək üçün istifadə olunur. Məsələn, mən Word-un daxilində Excel açıram. Word-un daxilində PowerPoint açıram. Word-un daxilində Access açıram. Bunu istəsəz indi edeyim. Daxil oldum. Buradan obyektə və deyirəm ki, mənim üçün açsın Excel-i. Word-un daxilində indi Excel açacaq. Bax, sənəd Word sənədidir, amma daxilindəki Excel-dir. Bir məlumat yazıram bura. 12, 34. Və artıq bax, bu Excel-in sənədi Word-un daxilində açılmış oldu. Sonra gəldi 47-ci suala. Deyir ki, insert-də nə etmək olar? Hyperlink. Hiperisnadlar yerləşdirə bilirsən. Table. Cədvəl əlavə edirsən. Komment əlavə edirsən. Footnote buradan əlavə olunmur. Layout'daydı müəllim. Layout da Mən deyil. A bəndidir də onda. A'dadır da bu cavab. Bəli, əlavə edirsən. Watermark isə olur dizayn tabında. Watermark nədir? Bu işarəsi. Bu işarə. Tərcüməsi elə. Məsələn, PDF-də yazılıb nömrə 1, o watermark kimi gedir. Ay sağ ol, düzdür. Bax, burada watermark var. Arxa fona nömrə əlavə edirlər müəllimlər, öz adlarını belə ön planda yazırlar. Master NR1-in kitabında var belə, o kitabın Ay, üstündə bol məndə. Bu imzasıdır da, yəni kölgəli İndi gözlə imzadır. buraya yazdım. Orxan müəllim öz adını yazır testlərin üstünə. Orxan müəllim də yazır. Müəllim öz adını, nömrəsini. Ona Oyam. baxmayaraq Oğurlayırlar yenə də Məndən materialını. danışmaqdalaşdı. Mənim dünəmdən məndən danışmaqdalaşdı ki, siz mənim 3-cü günümə dərs almısınız. Dünənlər zorla bəla ilə razılaşmışıq. Orxan müəllim dalaşan deyir axı, dalaşmaz. Sizin Para xətriniz yerdə çox biz istəyirəm. getdik. 2 dərsin ikisini də saldınız. Əslində bir Arxa olacaq fona da nə dərsin yazdım, mən. məzadım. Necə? Əslində dərsin biri olacağını düşünürdük. Ara yerdə bizə oldu. 2 dərsin ikisi də salındı. Yaxşı oldu da ki, qabağa düşdünüz də Word-dən. Əslində qədər hə, şey çox şey öyrəndik. 48. Sətirlər arası intervalı. Sətirlər arası intervalı. Spacing olmalıdır. Spacing hardadır? Spacing buradadır. Amma line spacing olacaq 3. Bu nə deməkdir yoldaşlar? Bunu da göstərim. Mənim sənədimdir, düzdürmü? Daxil oluram layout tabında. Məndən nə istəyirdi? Heç fikir vermədim. Paragraf istəyirdi bizdən, paragraf. Paragrafın daxilində line spacing əmri var. Əgər mən 1,5 qoysam, sətirlər arası məsafə nə deyəcəkdir? 1,5 qədər. Bax, sətirlər arası məsafəm biraz çoxaldı. Yəni, necə izah edeyim? Ctrl-A ilə hər birini seçim. Paragrafın daxilində buranı edeyim 1,5. OK düyməsi. Aralarındakı məsafələr, baxın, biraz böyük oldu. Fikir verin. Əgər mən bunu eləsəm, line spacing-dən, at least, o zaman daha kiçik olacaq sətirlər arası məsafə. Yəni, biz bir sözdən harda etmiş olduq? Line spacing-dən. Sətirlər arası intervalı, məsafəni bizdən istəyir. Növbəti gəldik 49-cu sual. Göstərilən hissənin deyil təyinatı nədir? Indention. Bu niyə tutuldu? Bir saniyə, bunu buradan silək. İki santimetr verib və sol deyir. Cavabımız soldandır. Abzasın Müəllim, odur. soldan sağa sürüşdürməkdir o, müəllim. Soldan sağa sürüşdürür bəyəm. Soldan bəli, sağa sürüşdürür. Onu axı biz sol görürük də, left soldur. Amma sağı işarə eləməyib, axı klikləməyib.
Yox, soldan sağa Altdan sür. nümunə göstəribdir də, Aytaç, bax orada. Gözlə. Bax. Altda Gəl bayaq bunu müəllimə izlə. göstərdiyi kimi nümunə var. Bax. Göstərim indi sənə. Gəldim paragrafa daxil oldum. Bax burada indicationu görsən də bura nə deyirəm? 2 sm, düzdürmü? 2 sm. OK düyməsini klikləyəcəm. Bu niyə eləmədi ki? Gözlə görüm. Qoy seçim, indi eləyim. Bura deyim 2 sm. Aşağıda Bax. göstərib preview'nun içində. Soldan sağa doğru sürüşdürmədi. Soldan sağa. Hə. Başa düşdün? Bax burada aşağıda da göstərdi. Yəni preview'da. Deyə Soldan biləm ki, sağa doğru. liftdən sonra bir dənə də right basmaq lazımdır ki, soldan sağa olsun. Soldan sağa doğru belə sürüşdü. Yaxşımı? Başa düşdüm. Oldu. Burada nə? D variantı. Növbətim 50-ci sual. Hə, gəldik. Bəh, nə gözəl səhifə nömrəsi özdə istəyirik. Printer məsələsinə. Çəpdən. 20 səhifəli sənəd aşağıdakı şərtlərlə çapa verilərsə, çıxan 14-cü vərəqdə olan səhifənin nömrəsini tapın. Səhifə nömrəsi məsələlərində bizim diqqət eləyəcəyimiz hissə nə idi? Collated. Collated. Səhifələr və kopyaların sayı. Heç nə. Ardıcıl şəkildə çap olunur. Demək, mən hər bir səhifədən ilk öncə birinci adam üçün çıxardıram. Nə qırmızından yazaq. Birinci adam üçün çıxardıram. Səhifələr ardıcıldır. Yəni olacaqdır 1, 5, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Bu oldu birinci adam üçün. İndi ikinci adam üçün də çıxardıram. Çünki məndən ardıcılda axı deyir səhifələr və 2 dənə kopyadır. Bu birinci kopyadır. İndi ikinci kopyaya baxaq. Yenə də 1, 5, 10, 11, 12, 13, 14, 15, 16, 17. Sonra 1 olmur müəllimə burada. 14-cü səhifə deyir. O da 1 eləyir də, o da 1'dir. 1'dir burada. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14. Bəli. Gəldi düşdü 1-ə. Deməli 14-cü səhifəsinin nömrəsi nə olacaqdır? 1 olacaqdır. Bu da bizim oldu. Elə bir sualımız. Necə idi? Qəşəng idi? Qəşəng. Çox sağ olun müəllimə. Təşəkkür edirik. Minnətdarıq. Çox sağ olun hər şey üçün. Allah razı olsun. Əziyyəti hal edin. Çox əziyyət çəkisiniz. O qədər çənə döymək, o qədər yəni danışmaq. Bu tip suallarda baxaq. 75 tipli suala. Bu tip suallarda bizə çox düşür. Qəbul suallarında en qədərdir. Bəlkə 75-ə qədər baxaq, 150-nin yarısına qədər. Yox, elə deməyin, ay müəllimə, Allah. Siz deyərsiniz, o şey olmayacaq. Onu həll eləmişəm. Fəlsəfədən sonra vergül qoymayıb deyə 2 dənə boşluq olacaq. Ay sağ ol. Bu suallar necə həll olunur? Convert text to table. Yəni, mətni çevirir cədvələ. İlk öncə mən cədvəlini çəkirəm. Nə qədər sütunum var? 3 dənə. Tələbə, imtahan, qiymət. Gəlirəm, yazıram. Buraya yazıram tələbə. Buraya yazıram imtahan. Burada yazıram qiymət. Tələbələrim kimlərdir? Rəşad, Aytən, Ballı, Əyyub. Buraya yazıram Rəşad. Buraya yazıram Aytən. Buraya yazıram Ballı. Əyyub. Bir dənə də yazıram Əyyub. Rəşad fizikadan imtahan veribdir. Fizika yazıram, fizika. Aytən informatikadan imtahan verib. Ballı tarixdən imtahan verib. Əyyub isə fəlsəfə 4-dən imtahan veribdir. Bax, əgər fəlsəfə ilə 4-ün arasında vergül işarəsi olsaydı, bu zaman fəlsəfə ilə 4-ü ayırardım. Amma fəlsəfə ilə 4-ün arasında heç bir şey yoxdur. Deməli, fəlsəfə 4 gedir bu. Fəlsəfə 4.
Fəlsəfə 4. Çünki ayrıcı kimi vergüldən istifadə olunur. Qiymət. Rəşad 5 alıb, Aytən 6 alıb, Ballının qiyməti yoxdur, Əyyubun da qiyməti yoxdur. Bizdən də soruşur ki, neçə xana boş qalar? 2 dənə xanamız boş qalacaq. Bax, bir bu xana boş qalır, bir də bu xana boş qalır. Ballı ilə Əyyubun qiyməti yoxdur. Ay, sağ ol. 75-də olacaqdır A variantı. Bu informatika deyil, bu məntiqdir. Həcər xanım. Bu Sonra məntiqdir. görürlər, fərqli sual tipi var. Fərqli sual tipi. Elə hamısı dediklərimizdir. Heç nə. 80-ə baxa bilərik, müəllim. Bir dənə 80-ə baxa bilərik. O 80 bayaqçından idi. baxaq. 80 hansıdır? Hə, bu go to. Hə, bir dənə baxaq ona. Hə. Hı, 80. Deyir ki, 30 səhifəyə malik sənədin 26-cı səhifəsində aşağıdakı əmr yerinə yetirilərsə, hansı əməliyyat icra olunacaqdır? Bax, 26 Deyəcəkdə bayaqçı məsələdir bu, düzdür? 30-cu səhifəyə keçirdim. Müəllim. Bax, 26-ın üstünə 5 gəlsən, sənin də səhifəlikdirsə, bu stor hara keçid eləyəcəkdir? 30-a. 30-a gedib çıxır da. Nə edirsən 30-a gedirsən. Bayaqçıdan da deyirdim, yəni onu Bəli, soruşdum. bayaqçından da 26-ın üstünə 5 gəlsən, hara keçid eləyəcək? 30-a. Çünki 31-ci səhifə yoxdur. Bu sonra elə 30-cu səhifəyə keçər. Müəllim, o başa qayıda bilməz. Yox, başa qayıdır. 30-da dirənib qalır. Demək, uşaqlar deyirəm, məndən də böyüksüz. Demək, Müəllim, evet yani. Sizi sayələrdə gənc hiss eləyək müəllimə. Hə, biz özümüzü cavan eləyək də, neyiniyək? yaxşı edin. Sənərdə yoxdur. Qoy mən rekordu dayandırım ilk öncə.